Salam. Baltic Sec şirkəti tərəfindən təqdim olunan şifrə təhlükəsizliyi üzrə pulsuz təlimə xoş gəldiniz. Bugün rəqəmsal açarlarınızı gücləndirəcəyik. Şifrəni dəyişmək vaxtıdır. Bildirişi hamımızı narahat edir. İllərdir bizə dedilər ki, təhlükəsizlik qəliz simvol və rəqəmlərdən ibarətdir. Amma qaydalar dəyişib. Uzunluq mürəkkəblikdən daha vacibdir. Kompüterlər qısa, lakin qəliz şifrələri admin 1-2-3 şifrəsini saniyələr içində tapır. Uzun cümlələr isə beton kimidir. Ona görə də şifrə cümlədən istifadə edin. Sizin üçün mənalı, yadlar üçün mənasız bir cümlə seçin. Məsələn, mən plov yeməyi sevirəm. Bu uzundur, yazmaq asandır və sındırılması qeyri-mümkündür. Bir vacib qayda da var. Eyni şifrəni heç vaxt təkrar işlətməyin. Hakerlər bir şifrəni oğurlasa, onu bank hesabınızda da yoxlayacaqlar. Buna credential stuffing deyilir. Bəs bu qədər şifrəni necə yadda saxlayasınız? Şifrə idarəçisi istifadə edin. O mürəkkəb kodları yaradır və saxlayır. Bəlkə indi düşünürsünüz, bütün şifrələrimi bir yerə yığmaq təhlükəli deyilmi? Bütün yumurtaları bir səbətə yığmırıq. Cavab sadədir. Xeyr, əslində bu daha təhlükəsizdir. Şifrə menecerləri bank səviyyəsində güclü şifrələmə, encryption istifadə edir. Sizin məlumatlarınız elə bir şəkildə kilitlənir ki, hətta proqramı yaradan şirkət belə sizin şifrələrinizi görə bilmir. O məlumatları oxuya bilən yeganə şəxs, əsas açara sahib olan sizsiniz. Bu proqramların daha bir gizli silahı var. Onlar saxta saytları tanıyır. Əgər hakerlər sizə bankınızın eynisi olan saxta bir sayt linki göndərsə, insan gözü aldanar, amma şifrə meneceri aldanmaz. Proqram görəcək ki, ünvan fərqlidir və şifrənizi avtomatik doldurmayacaq. Bu, sizi phishing hücumlarından qoruyan ən yaxşı üsuldur. Şifrə idarəçisi əla vasitədir, lakin təhlükəsizliyinizi dəmir kimi möhkəm etmək üçün daha bir addım atmalısınız. Buna 2 faktorlu doğrulama, yəni 2F deyilir. Təsəvvür edin ki, evinizin qapısında 2 fərqli kilid var. Birinci kilidi şifrəniz açır. İkinci kilidi açmaq üçün isə sizə fiziki bir əşya lazımdır. Məsələn, cibinizdəki telefon. 2FA məhz budur. Siz şifrənizi daxil etdikdən sonra sistem telefonunuza xüsusi bir kod göndərir. Haker sizin o uzun və qəliz şifrənizi oğurlasa belə hesabınıza girə bilməz. Çünki onun əlində sizin telefonunuz yoxdur. Bu funksiyanı bank hesablarınızda, sosial mediada və e-poçtunuzda mütləq aktivləşdirin. Adətən bu, təhlükəsizlik, security ayarlarında olur. Bu, bir neçə saniyə vaxtınızı alacaq, amma sizi haker hücumlarının 99%-dən qoruyacaq. Baltic Sec'lə növbəti dərslərdə görüşənədək